Salam dəyərli izləyicilər, biz bugün sizinlə səhifə 118-dəki ümumiləşdirici tapşırıqları izah edəcəyik 5-ci sinif riyaziyyat dərsliyindən. Vaxt itirmədən başlayırıq. Deməli 11-ci sual. Samir məftildən tərəfləri 7,4 metr, 8,2 metr, 9,6 metr olan üçbucaq düzəltdi. O eyni uzunluqda məftildən kvadrat düzəltsə, bu kvadratın sahəsi nə qədər olar? Yəni bu bizim üçbucağımızdır. Tərəflər nə qədərdir şərhçilər? 7,4, 8,2 və 9,6. Ümumi tərəfin uzunluğu, yəni bu elə bil ki, məftildir. Məftili bu formada əyib belə bir üçbucaq alınıb. Deməli, bu perimetrlə ifadə olunacaq. Perimetr üçbucaq. Perimetr üçbucaq, perimetr kvadrata bərabər olacaq. Çünki deyir, eyni uzunluqda məftildən kvadrat düzəltsə. Deməli, əvvəl perimetr üçbucaq hesablayaq. 7,4 üstəgəl 8,2 üstəgəl 9,6 bərabər edəcək 25,2. Deməli, eyni zamanda bu kvadratın da perimetri olduğu üçün perimetr kvadrat bərabərdir 4a-ya. Axı kvadratın perimetri bu düsturla hesablanır. O da 25,2-yə bərabər olacaq. A da bərabərdir 25,2 bölünsün 4. O da edəcək 6,3. Deməli, kvadratımızın tərəfi 6,3-dür. Kvadratımızın sahəsi nəyə bərabərdir? S kvadrat bərabərdir A-nın kvadratı. Yəni 6,3-ün kvadratı. 6,3-ün kvadratı da biz eləyəcək 39,69. Burada da metr olduğu üçün buraya yazacaq metrin kvadratı. Burada da istəyirsiniz hər ədəddən sonra metr qoyarsınız. 12-yə baxırıq. Bazarda 1 kiloqram alma 1 manat 30 qəpiyə ya da 1,30 manata. 1 kiloqram çiyələk 2 manat 40 qəpiyə ya da 2,40 manata satılır. Deməli, A-ya baxırıq. A variantına müştəri 3,2 kiloqram alma, 2,5 kiloqram çiyələk alıb 20 manat verir. Satıcı ona nə qədər pul qaytarmalıdır? Əvvəla biz 1 kiloqram almanın qiymətini bilirik. Tutaq ki, siz 1 kiloqram mağazaya gedirsiniz. 1 kiloqram almanın qiyməti 2 manatdır. 3 kiloqram alsanız bilirsiniz ki, 6 manat çıxdı. Necə? 2-ni vuracaqsınız 3-ə. Burada da biz %30-u vuracağıq. Deməli 3,2-yə. Çünki 3,2 kiloqram alıb baxı. 3,2 kiloqrama. O da nə qədər edəcək? 4,16. Özünüz də hesablayıb görə bilərsiniz. Deməli 4,16 manat elədi. Bu nə oldu? Alma. Sonra 2,5 kiloqram çiyələk al. 1 kiloqram çiyələyin 2,40 manatadırsa, onda eyni qayda ilə 2,5-i vuracaq biz 2,40 manata. Yəni bu kiloqramda bu manatdır. Bərabərdir. O da edəcək 6 manat. Ümumi nə qədər xərclənib? Toplayırıq 4,16 manat ilə 6 manatı toplayırıq. Edir 10,16 manat. 20 manat vermişiksə bizə nə qədər geri qaytarmalıdır? 20-dən çıxacaq biz. Deməli, buradan yazıram. 20 çıxılsın 10,16 bərabərdir 9,84 manat. Bu qədər. B variantına baxırıq. Müştəri satıcı ilə sövdələşərək 4,5 kiloqram almaya 4,95 manat verdi. O almanın 1 kiloqramını neçəyə aldı və nə qədər deyir ucuzu aldı? Yəni bu təklif olunan qiymətdə nə qədər ucuzdur? Belə deyim, siz 4 kiloqram alma almışsınız və buna 2 manat pul vermişsiniz. 1 kiloqramı tapmaq üçün 4-ü 2-yə böləcəksiniz. 2 alınacaq. Demək 1 kiloqram 2 manatdır ki, 4 kiloqramı, daha doğrusu 2 kiloqramı 4 manat olur. Bölmə üsuluyla tətbiq olunacaq burada. Yəni 4,95 manatı biz böləcəyik 4,5 kiloqrama. Nə qədər edəcək o da? Deməli 1,1 manat ya da 1,10 manat. Bu nə deməkdir? 1 manat
10 qəpik deməkdir. Demək 1 kiloqram neçəyə alıb? 1 manat 10 qəpiyə. Bu təklif olunan qiymətdən nə qədər ucuzdur? Öz qiyməti nə qədərdir? 1 manat 30 qəpik. Deməli 1 manat 30 qəpikdən ya da 1,30 manatdan 1,10 manat çıxırıq edir 0,20 manat. Yəni 20 qəpik. 20 qəpik ucuz alıb. 13-cü məsələyə baxırıq. Aynur idman yarışı üzrə yarışlarda iştirak etdi. O nəzərdə tutulan məsafənin 0,6 hissəsini getdikdən sonra finişə çatmağına hələ 3 kilometr qaldı. Yarış məsafəsi nə qədər idi? Düşünün, bu getdiyi yoldur ümumi. Belə bir yol çəkirik. Bu yolun 0,6 hissəsini gedib. Yəni bir hissə yoldur. Bunun 0,6 biz 0,6-nı belə yaza bilirik. 10^6. 1-dən 10^6 çıxırıq. Nə qədər edir? 10^4. Deməli 10^4 hissəsi qalıb. Tutaq ki, bu qədər yolun 0,6-sını gedibsə, qalan hissə nə qədərdir? 10^4. İndi deyir ki, finişə çatmağa 3 kilometr qalıb. Bu qalan hissədir də. Buranı hələ getməyib axı. Bura özü 3 kilometrdir. Deməli 3 kilometri 10^4-dürsə, bu hissəsinə görə ədədi tapmaqdır. Hissəsinə görə ədədi tapan zaman biz onu hissə göstərən ədədə bölürdük. Yəni 3 kilometri bölürdük 10^4-ə. 3 vurulsun 4-də 10 verəcək. Bölməli deyə tərsinə çeviririk. Bərabərdir. Bunları 2-yə xısacacaq 5, 2, yəni 15 bölünsün 2, o da edəcək 7,5 kilometr. Yarış məsafəsi, ümumi məsafəni soruşur. Ümumi məsafə nə qədərdir? 7,5 kilometr. Növbəti STEM sualıdır. Bu özünüzün müstəqil şəkildə etməli olduğunuz sual olduğundan bu hissəni özünüzə tapşırıram. Belə şagirdlər, uğurlar sizə.